Bugün Roman Şerifinin TikTok videolarına reaksiya veririk. Bəli, siz de bu videoya like atırsınız ve kanala abone olursunuz. En süratli bir şekilde 20.000 aboneye gelirik. Başlayaq. Ağız sulandıran video. Baxaq, elə alçadan bilinir. Alça koydu. Əzir. Niyə əzirsən? Limonu kəsirik. Limon kəsdi. Uy zibil. Oy zibil. Deyinirsən sən. Allah. Olmaz belə. Nane sərpirik. Kaşla burada da olar. Nane dadın qaçışda olmadı nane. Duz təbii ki duz. Naneli suya batırırıq, duzuna qala. Oy zibil. Oy zibil. Dostlar, ağzı sulananlar varsa yoruma yazsın mənim kimi. Çox zordur axı, amma nane dadın qaçışdı. Nane bəyənməyənlər like at. Səhərin gözü açılmamış xalam anamı görüntülü yığıb. Alo, sabahın xeyir ay bacım, nə yaxşı yığmısan, dünən nələr oldu, nələr. Ala belə yox, belə olmaz. Belə olmaz. Qışqıra danışırlar, qışqıra. Onu da qeyd eləsəydin daha yaxşı olar. Xəbəriniz yoxdur, yatmısınız, xəbərlər bacında. Magazin dünyasının renkli yüzünde bakalım bu hafta neler olmuş? Həqiqətən elə deyil, ancaq qeybət, ancaq. Suğo nədir bilirəm? Pox yersən, Pox yersən. əlbəttə, ancaq evli adamlar uzaq dursunlar. Niyə? Çünki oradakı qızlar həddindən artıq yanıq, cəsarətlidir. Ala bu reklam həqiqətən ömrümüzə girib, bezmişəm bu reklamla. Tətbiqə daxil olan kimi sizin görüntülü və zəhli mesajlar mazginizi sizi sevindirəcək, dalbadal Sizi gələcək. sevindirəcək. Əgər evlisinizsə evdə ağzı cırılacaq. Çox haqlı bir videodur. Bunlardan biri 100% evinizdə olub hər kəsdə var deyir. Baxaq görək nədir bunlar. Azərbaycanda bax hər Aha. evdə olan o iki boşqab. Yəni bunun ikisindən Bunların ikisi də yoxdur bizdə. Yəni heç birin yoxdur amma görmüşəm. Yəni qohumda, qonşuda var. Bizdə baxın bundan var. Yorumlara atıblar. Bundan hamıda. Bundan garanti hamıda olub. 100% bundan hamıda olub. biri 100% evinizdə olubdur. Yox, olmayıbdsa siz uzaylısınız qardaş, yad planetlisiniz. Oy zibil uzaylı oldum. Abone ol. Dişi milçəyə belə tamah salan dostumun WhatsApp statusu. Ben ona hiçbir zaman ihanet etmedim. Etmem de. Baxışlara bax da, həqiqətən belə deyir. İhanetimden şüpheleniyorsa... ben daha ne diye yaşıyorum? Baxışlar zorda axı. Baxışlar tam özüdür bax. Ömrümüzə girən Old Spice reklamı. Sugodan sonra Old Spice da həqiqətən belədir. Onun inanılmaz qoxusu var. Ya da. Ey, mən də dəniz qulduruyam. Elə yox. Mən də dəniz qulduruyam. Poxu yetişdirdir cəmimdən. Qoltuğun altından var yox izi gəlir. Var Heç yox kim izi belə gəlir. uzun müddət iti verəməz. Qoltuğun altında elə bil çoşqa vurublar. Çünki Bu tam tərsi deyə reklamdır, bu an reklamdır. mən Old Spice istifadə edirəm. Yəni Old Spice-in səsini çıxartmağa çalışırsam. Mən fit çala bilmirəm. Yox, məndə olmur, mən getdim, olmur belə. Əmoğlumun toyuna 80 manatlıq bazarlığın ƏDV-si ilə gətirdiyi müğənni. Baxaq görək kimdir bu müğənni. Verim sənə. Həqiqətən belə. Biabır oldun da day, bütün nəsil səndən danışacaq ki, bunun müğənni nə idi. Uşaq vaxtı özümüzdən təzə hərf uydurmağa çalışarkən. Bunlar heç təzə hərf oxşamadı, bunlar ərəb hərflərinə oxşar. Bunlar ərəb hərflərinə oxşar. Niyə ərəb hərf deyə bilmirəm mən? Ərəb hərfi. Düzəltdim. Birinci səhədə belə bir şey, xətanı düzəltdiniz mi? Çox qəşəng. Təbrik edirik məni. Alqışlayın məni. Mən ərəb hərfi deyə bilirəm. O mənada yox. Ərəb hərfi deyə bilmirəm. Ərəb hərfi deyə bilirəm. Cırtdanın nağılı. Kim yatmış, kim oyav? Atan yatıb amaman deyəsən oyaqdır. Nəhlət saçır şeytan. Size Atın deyirəm, yatmamış. kim yatmış, kim oyav? Ayə, dur cırdır çıx çölə. Qoy yıxılaq yataq, 2 dəqiqədən bir gəlirsən. Kim yatıb, kim oyaq? Həqiqətən orijinalı belə bir şeydir böyük ehtimal. Ömrümüzə girən Sugo reklamı. Amma başqa cürdür bu. Bu niyə belədir? 2 dənə var. Hadi bilirəm. Hə, amma evli adamlar uzaq dursunlar. Niyə? Çünki oradakı qızlar həddindən artıq cəsarətlidir. Hə, burada artıq orijinalını göstərir. Orijinal kimidir. Bayaqki bundan yaxşı idi, bu pisdir. Bunu bəyənmədim. Dədə Qorqud igidlərinə adı verərkən. Nə olursunuz? Duyduqsa. Demədin Bu nə tək Dədə Qorqudda da başına şalvar keçirib. ki, Dədə Qorqud. Neysə nə?
Ne kadar komik ya. Hə, zarafatına tullanır. Mad ver. Ma bu kətdə qız vermirlər. Ma da bir ad verdi, hamıya bir ad vermişlər. Aha. Sən əgər ad qazanmaq istəyirsənsə, gərək bir igidlik edəsən. O da səndə nə gəzirsən, get Güya igidlərinə elə yaxşı ad verir. Kafa suyla özünü yuyub təmizə çıxardanmırsan. Nə ad qoyum mən sağ? Əydinə vermək nə versən ver də bir dənə adım olsun. Adsız qalmışam ortalıqda. Onda Adsız. ey igid, sənin adın Molpet. Malped olsun, malped. Almayın, satmayın. Görə indi nəyi barkod Bütün edirik? millətimə səslənirəm. Əsasən də Aha. meyvə-tərəvəz işlədənlər bu videoya axıra qədər baxın. Xahiş edirəm. Bu çox ciddi bir məsələdir. Artıq Aha. heç kim çiyələk satmasın. Dostlar, Çiyələk də diqqət alıb yeməyin. İncənə Niyə? qabağıma bir dənə video çıxıb. Çiyələk öz ərinə bananla xəyanət edir. Gözlərimlə görmüşəm, yalanla yapay zekadır. Uy zibil. Dostlar barikot. Çiyələyə almırsınız, satmırsınız, yemirsiniz, içmirsiniz. Çiyələyə ait hər şey barikot edilir. O öz ərinə bananla xəyanət edir. Halbuki banan Afrikadan gəlir. Oğlanlar tualetdən çıxanda. Çıxar patladı. Oy bu ya. Ne oldu? Bu nedir? Ne? Vay deyim. Əmi deyir ama. Əmi deyir amma. Havalar içindən kimi ağ qanadların lampa ətrafında verdiyi parti. Bir şekillerle de yeter ki seslen. Harbiden yes BBS. Harbiden yes BBS. Ola, həqiqətən tək lampa yox. Sən qaranlıqda monitorun önündə oturmusansa, monitorun önünə o qədər gəlir ki, day. Yumurtanın bir dənəsi 1 qəpik oldu. Həqiqətən bu xəbəri eşitmişdim, amma 1 qəpik yox, 3 qəpik olaraq görmüşdüm. Yumurtanın bir dənəsi 1 qəpik olandan sonra bizim ev. Görək. Sən yeməyində nə var? Yumurta qaynatmışam. Ha, sana smokinot axşam yumurta. Pomidor yumurta. Yaxşı. Ana axşam yeməyində nə var? Soğansalı yumurta. Ay ana, səhər qardaşımın toyudur. Biz o qonaqlara nə verəcəyik? Yumurta kebabı. Yumurta kebabı ye. Xəyanət görəndə bərbərlər. Baxırdım. Başqa bərbər kəsib saçını. Sus. Oy zibil. Başqası dirədi hə qoluva. Heç utanmadın özündən? Yox, bir də gəlmə. Bizdə hər şey bitdi. Həqiqətən belə deyib, bərbərlər elə davranır ki, elə bil bir yerdə ailə falan qurmuşuq. Başqası dayıyıb qoluna. Realda baş verən hadisə. Hər vaxtım xeyir. Sizin məhəllədə Fidan adlı bir qız qalır. O harda qalır? Başa düşmədim. Sən bizim məhəlləyə qız dalınca gəlmisən, hə? Aha, Nə başa düşməyəsən. Gəlmişəm, zor eləmişəm belə də ki. Qız zor eləmsən, nə qoy yerin. O mən də bilirəm zor eləmişəm. Nə qabaqda göy darvaza var orada. Ha, oldu. Tutdum bu qaşın yaxasından çənəsinə bir Dostuma danışdığım. Box yemişəm. Dedim bu sən qız dalınca gəlmək olar. Qeyrət dörək qrop ağacıdır, qrop ağacı. Qorxu filminin sonunda sağ qalıb qurtulan tək insan. Həqiqətən elə deyil. Özü bitişində elə bitirlər ki, elə bil çox yaxşı bir şey olub, dostların hamısı yanındadır falan. Bəli dostlar, videomuz bu qədər idi. Roman Şərifinin bütün videolarını izlədik. Aşağıya qoyduğum linkdən Roman Şərifinin öz kanalına da gedib abunə ola bilərsiniz. Belə videoların davamı üçün like atıb abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Burada möhtəşəm videolar var. Klipalarda izləyə bilərsiniz. Sağ olun, salamat qalın.